Bəzən fikir versəniz, bir çox əziyyətlər çəkirik, bir çox əməklər göstəririk, amma əməklərimizin qarşısında aldığımız tək şey böyük bir heçliyin parçası olur və zamanla hələ ki bunu da üst-üstə yaşayarkən, bu heçləri bir neçə dəfə görərkən artıq özümüzə qarşı dərin bir şübhə ilə yanaşmağa başlayırıq ki, mən harda səhv eləyirəm, nəyə görə qazana bilmirəm, nəyə görə daim uğursuzluqla üzləşirəm, əməklərim boşuna gedir, bu qədərmi dəyərsiz işlər görürəm ki, nəticəsində heç nə əldə edə bilmirəm. Və bu gün bu videonu çəkməkdə məqsədim əslində keçmiş uğursuzluqlarımı, keçmiş əməklərimin boşa getməsində mənə xatırladan bir hadisə yaşadım. Artıq dünən YouTube üçün video çəkərkən videom baxmayaraq ki 15 dəqiqə idi, onun üstündə tam bir gün vaxt sərf elədim ki, hazırlamaq, editləmək, qapaq düzəltmək, YouTube-a yükləmək. Bunların hər birinə qarşı bu qədər əmək çəkdikdən sonra texniki bir xəta ucbatından video YouTube-da bloklandı və təbii ki, mənim də əməklərim boşuna getdi. Daha sonra oturdum, biraz fikirləşdim ki, bu qədər əziyyət çəkdim, bu qədər əmək göstərdim, amma nəticədə tək aldığım şey böyük bir blok yazısı idi və ona qarşı insan axı bir şeyi yaşayanda, xüsusən də mənfi təcrübəni yaşayanda, keçmiş təcrübələrdə yadına düşməyə başlayır axı. Başladım bütün ağlıma gələ biləcək uğursuzluqlarımı düşünməyə ki, hə, burada da uğursuzluq yaşadım, bunu da səhv elədim, burada da qazana bilmədim və sonra özümə dedim ki, afərin, dayan. Ola bilər ki, sən bugün bunu yaşadın və qarşılığında heç nə əldə edə bilmədin, əməyindən də oldun, zamanından da oldun, hər şeydən demək olar ki, bir nöqtədə məhrum qaldın bu sahə ilə bağlı. Amma unutmamalı lazım olan bir şey var ki, bugün olduğun versiya sənin illər öncə olmaq istədiyin versiyaydı və onun yerindəsən, onun istədiyi, onun arzuladığı yerdəsən. Bunu fikirləşəndən sonra mən öz oxuma yenidən qayıda bilirəm. Bəlkə də bu mənim əvvəlki videolarda da dediyim kimi ən güclü tərəflərimdən biridir ki, nələrisə yanlış etdiyim zaman, nələrisə uğursuzluq qazandığım zaman öz oxuma tez qayıda bilirəm. Amma bəzi insanlar görürəm ki, həm ətrafımda, həm sizlər mənə yazırsınız, uğursuzluqlar qarşısında depressiya yaşamaq, bunların içindən çıxa bilməmək, batdıqca daha dərinə batmaq və istəyirəm ki, bugün bu videoda motivasiya xarakterli yox da, çünki zaten motivasiya videoları YouTube-da doludur. İstədiyiniz vaxt axtarıb, açıb izləyə bilərsiniz. Sadəcə həyat yolundan kiçik bir hissə paylaşacağım sizinlə və öhdəsindən necə gəldim, necə ayağa qalxdım, onu sizlərlə bölüşəcəm ki, bəlkə mənim yolum sizə də aydınlıq gətirər. Çünki real hekayələr hər zaman insana daha çox yaxın gəlir və ümid edirəm sizin üçün də belə olar. Mənim yaşadığım ən böyük uğursuzluq, ən böyük əldə etdiyim heçlik mənim ilk ixtisasım olmuşdu. O ixtisası tam bitirə bilməmişdim, yarıda saxlamışdım. Biologiya üzrə təhsil alarkən heç istəmədiyim bir ixtisasda olmaq, hər kəsin mənə güvəndiyi halda imtahandan çox aşağı nəticələr toplamaq mənim üçün böyük bir dəhşətli dövrü başlatmışdı artıq ki, mən özümü boşluqda, tamamilə depressiv bir modda hiss edirdim və bu hal davam etdikcə edirdi. Mən o halın içində batırdım, heç cür özümü toparlaya bilmirdim və bu hal bir neçə dəfə yaşandıqdan sonra həm imtahanlar üst-üstə gəlib uğursuzluq əldə etdiyim müddətcə, çünki dediyim kimi hər kəs məndən çox gözəl nəticələr gözləyirdi. Hazırlıqdakı müəllimlərim, məktəbdəki müəllimlərim və mən imtahana girərkən çox aşağı bir balla, hətta keçidi belə keçə bilməyəcək bir baldan oradan çıxmışdım. Daha sonrasında yaşadığım yol qəzası nəticəsində artıq digər imtahana da hazırlaşa bilməmiş və həmin ili böyük bir heçliklə, 11 ilin tamamilə gətirdiyi bir heçliklə bitirmişdim. Və ondan sonra da zaten biologiya ixtisasına daxil olmuşdum ki, o ixtisasa daxil olmaq ilk başda məni sevindirsə də, çünki bir abituriyentin ən çox istəyəcəyi şey ixtisasdan çox mən elə zənn eləyirəm ki, özümdən də gördüyüm kimi universitetə daxil olmaq, universitet ortamına düşmək. Amma bu çəhrayı reallıq məndə bir müddət davam etdi. Bir ay daha doğrusu ki, mən artıq hər o qapıdan içəri girdikcə, hər o tələbə biletini gördükcə böyük bir kriz yaşamaya başlayırdım. Ağlamaqlar, əsəb problemləri, dərimdə yaranan müxtəlif
ləkələr, saç tökülmələri, narahatlıqlar, yorğunluqlar hər biri üst-üstə gəlməyə başlayırdı ki, mən artıq özümü tanıya bilmirdim ki, bu insan kimdir? Və belə olduğu təqdirdə öz həqiqi məqsədim, yəni psixologiya sahəsində demək olar ki, unutmuşdum. Və bu hadisələrə qarşı artıq içimdə dediyim kimi dərin bir depressiv mod yaranmağa başlamışdı ki, artıq həyat mənim üçün davam eləmirdi. Sadəcə hər gün dururdum robot kimi, universitetə gedirdim, universitetdən çıxırdım, evə gəlirdim və günlərim bərbad keçməyə başlayırdı. Tam bununla birlikdə bir neçə müddət davam etdikdən sonra artıq qərar verdim ki, mən bunu bitirməliyəm. Bu əziyyəti, bu əzabı bitirməliyəm. Çünki mənim üçün istəmədiyim bir yerə getmək artıq əzab dolu bir haldır. Və bunu oturdum ailəmlə danışdıqdan sonra çox sağ olsun ki, atam hər zaman olduğu kimi mənə burada da dəstək oldu və ərizəmi yazıb universitetdən çıxmağım üçün mənə o da kömək etdi. Və bunun üstünə artıq hazırlaşıb yenidən ixtisas seçimlərinə başlayarkən istədiyim ixtisasa daxil ola bilmişdim və ən böyük uğursuzluğumla ən böyük uğurum eyni zamanda baş vermişdi. Çünki istəmədiyim bir şeyi buraxmaq və məni içinə çəkən o depressiv haldan çıxmaq mənim üçün ən böyük uğur olmuşdu. Və bu ən böyük uğuru da mənə ən böyük uğursuzluğum gətirmişdi. Bundan sonrasında zaten anlamaya başladım ki, həyatda bir nöqtədə uğursuzluqlar bizə bir şey öyrətməyə başlayır. Mənim oradan öyrəndiyim ən böyük şey o idi ki, hər nə qədər əziyyət çəkmiş olsan da, hər nə qədər bir şeylər üçün əmək vermiş olsan da, zaman vermiş olsan da, sevmirsənsə, istəmirsənsə oranı buraxmalısan. Və buraxmaq sənə ən böyük uğurunu gətirəcək. Necə ki, o boyda əməyimi buraxdım, o boyda əziyyətimi buraxdım və nəticəsində istədiyim, mənim üçün daha ideal bir hədəfimə çatdım. Və bu yol təbii ki, mənim üçün rahat olmadı. Universitetdən imtina etməyim mənim üçün ətrafda böyük bir qınaq yaratmağa başladı ki, xüsusilə də yaxın ailə üzvlərimdən ki, o qədər əziyyət çəkmisən, insanlar heç bu ixtisası qazana bilmir, sən universitetindən imtina edirsən kimi sözlər və mən bunlara qarşı sadəcə qulaqlarımı bağlamışdım. Heç kəsi eşitmək istəmirdim. Tamamilə qulaqlarımı bağlayıb dümdüz hədəfimə doğru gedirdim ki, mənim istədiyim bir hədəf var, mənim istədiyim bir ixtisas var və onun arxasınca getməliyəm. Bu qınaqlar, bu əziyyətlər xüsusilə də sinif yoldaşlarımın mənimlə eyni vaxtda mən hazırlıqlara yenidən gedərkən onların da universitetə getməsi məni biraz da olsun üzürdü. Amma anlayırdım ki, bir il geciksəm belə, müəyyən bir müddət geciksəm belə, mən istədiyim ixtisası bitirərkən onlar istəmədiyi ixtisasları bitirəcək. Çünki bir çoxları görürdüm ki, demək olar ki, %90% istəmədiyi ixtisasda oxuyurdu və mənim özümü tək təsəlli etdiyim yer o idi ki, onlar istəmədiyi yeri bitirəndə mən gec də olsa istədiyim yeri bitirmiş olacağam. Və zaten sonrasında həyat daha yaxşı, daha keyfiyyətli axmağa başladı. Mən sonrasında təlimlər almağa başladım, ixtisasım üzrə daha da dərinləşməyə başladım, ixtisasım üzrə daha çox səs salan, daha çox tanınan bir insan olmağa başladım və inanmazsınız, həyat eşqi deyilən şey mənə o zamandan sonra gəlməyə başladı. Çünki mənim uğursuzluq yaşamağım, ki bunu mən uğursuzluq zənn eləyirdim, ixtisası da asanlaşdırmaq, ixtisası da sadələşdirmək istəmirəm. Bəzi insanlar üçün bəlkə də bu xəyaldır. Çünki mənimlə bir yerdə oxuyan qrup yoldaşlarımın bir çoxu üçün orada olmaq bir xəyalın nəticəsi idi ki, onlar oradaydı. Amma sizə məni daha yaxşı anlayarsınız ki, istəyinizin qarşısında hər nə qədər böyük bir şey olur olsun, siz onu qazanarkən özünüzü uğursuz hiss edirsiniz. Çünki sizin istəyiniz və məqsədiniz onun qarşısında əvəz edilməyəcək bir şeydir. Hər nə qədər dediyim kimi daha dəyərli bir şey olsa da, siz gümüş istəyərkən qarşınıza qızılın qoyulması sizi xoşbəxt etməz. Çünki əsas istədiyiniz şey gümüşdür və gümüşü əldə etməkdir. Ancaq qızılı görərkən sadəcə biraz sevinə bilərsiniz, biraz daha dəyərli olduğunu düşünə bilərsiniz. Və bir müddət sonra sadəcə fokusunuzun olacağı yer yenə gümüş olacaq. Çünki sizin fokusunuz və sizin həyat eşqinizin axdığı yer sadəcə oradır. Və mən dediyim kimi, istədiyim ixtisasa daxil olduqdan sonra artıq həyatımı daha planlı yaşamağa, daha azad yaşamağa, daha həyat dolu, daha enerjili yaşamağa başladım ki, mənim də o andan etibarən o prime era vaxtım açılmağa başladı və çox xoşbəxtəm ki, bugün həm özüm üçün, həm ailəmə təşəkkür edirəm buradan ki, məni bir zamanlar
uğurlu olmaq yolunda onlar da dəstəklədi. Hər nə qədər bunun qınaq gətirəcəyini, hər nə qədər bunun mənim üçün bir nöqtədə təsirləndirici olacağını düşünsələr də, mənim üçün də təbii ki, oradan çıxmaq çox çətin idi ki, yenə dediyim kimi sinif yoldaşlarımı görmək, universitetə gedərkən, bu halı yaşayarkən vaxt itirmək və buna bənzər bir neçə şey. Amma bu gün olduğum yerə baxarkən çox sevincliyəm. Çünki hər nə qədər gec olsa da istədiyim yerdəyəm və istədiyim pəncərədən dünyaya baxmağı bacarıram. Və fikirləşirəm ki, ya o vaxtı oradan çıxmasaydım və 4 ilimi həba eləyib, hələ də orada qalmağa davam etsəydim, necə bir insan olardım? Güzgüyə baxanda özümü tanıya bilərdimmi ki, bu kimdir? Bu hansı istəklərin, hansı məqsədlərin arxasınca gedən qızdır? Ona görə də özümə təşəkkür etməyi heç zaman unutmuram və yaşadığım uğursuzluqlar qarşısında da özümə təşəkkür eləyirəm ki, nəsə öyrətdi mənə. Çünki hər birimizin sistemində müəyyən bir inanc var, müəyyən bir duyğu yığımı var və sizin sisteminiz sizə həyatdan nələrsə öyrətmək üçün qarşınıza bunları çıxardır. Mənim o zamanlar uğursuzluq yaşamağım tamamilə mənim buraxmaq ehtiyacımı qarşılayırdı. Çünki bəzən olduğumuz yerlərdə qalarkən əziyyətimiz və əməyimiz bizi ora o qədər bağlayır ki, hər nə qədər oranı istəməsək belə, sırf əməklərimiz boşa getməsin deyə bağlanmağa davam edirik o hissi. Amma unutmamağımız lazım olan bir şey var ki, heç bir əmək, heç bir əziyyət sizi istəmədiyiniz yerə bağlaya bilməz siz istəmədiyiniz müddətcə. Ona görə də sadəcə buraxmaq və bir nöqtədə vaz keçmək sizi həqiqi hədəfinizə daha çox aparacaq. İndi siz də bu həyatda yaşadığınız uğursuzluqlara diqqətlə baxın. Sizə nə göstərmək istəyirlər? Davamlı nə ilə üzləşirsiniz? Nə də uğursuzluq yaşayırsınız? Sizcə həyatın bir dili olsaydı, sizə necə mesaj verərdi ki, sənin bu uğursuzluğu yaşamağının səbəbi budur? Ona görə də tək edə biləcəyiniz şey uğursuzluqlar qarşısında bəzən axına tabe olmaq və axının sizə nə dediyini diqqətlə dinləməkdir. Çünki bu həyatın səsini eşitməyən heç bir insan uğursuzluqlardan sıyrılıb çıxa bilməz. Sadəcə sistemə protesto edərək özünü qurban psixologiyasına sala bilər ki, sən məni sevmirsən, yaradan məni istəmir, mənim zaten həyatda heç nə də bəxtim gətirmir. Bu qulaqla dinlədiyiniz kimi burada olan orqanınızla da diqqətlə həyatı dinləmək lazımdır. Çünki həyat burayla dinlədiyiniz zaman sizə bir şeylər deməyə başlayır. Zaten buralar fiziki olaraq eşitməyə xidmət edir. Amma qəlbinizlə dinlədiyiniz hər şey sizin üçün ən xeyirlisini göstərməyə başlayır. Ona görə də təkrarlanan şeylərə mən bunu hər zaman ətrafımdakı insanlara da deyirəm, danışanlarıma da deyirəm. Ətrafınızdakı səsləri diqqətlə dinləməyi bacarın. Həyat sizə dəfələrlə nə göstərir? Nəyin üzərindən uğursuzluq yaşayırsınız? Məsələn, mən öz hekayəmdə dediyim kimi, davamlı əmək verdiyim yerlərdə qalmağı düzgün görürdüm. Amma ta ki o zamana qədər ki, mən oradan çıxmağı və əməklərimin bir nöqtədə boşa getməsinin mənim üçün daha xeyirli olacağını düşündükdən sonra bu nöqtəyə qədər gəlib çatdım. Və siz də əməklərinizin boşa getməsinə qarşı qurban psixologiyasına düşmək yerinə sadəcə həyata qulaq verin. Həyat sizə nə demək istəyir, nə göstərməyə çalışır, nəyə görə uğursuzluq yaşayırsınız? Sisteminizdə uğursuzluq hansı duyğunun açarıdır? Hansı duyğunun açarıdır? Və o duyğunu tapdığınız zaman inanın mənə uğursuzluq yaşamağınız 90% ikən artıq 30-40%-ə qədər düşməyə başlayacaq. Çünki həyat sizinlə mübarizə aparmır, həyat sizinlə savaşda deyil. Sadəcə sizə müəyyən şeyləri göstərməyə başlayır ki, afərin, sən bu nöqtədə ilişirsən. Daxilində bir duyğu var ki, səni həyatda ilişdirir bəzi şeylərə qarşı. Və mən sənə uğursuzluq yaşadacağam bir neçə dəfə bu sahə üzərindən. Ta ki sən o sahədə uğursuzluq yaşayıb duyğunu görənə qədər. Və ondan sonra bu dərsin artıq bitmiş olacaq. Sən də həyatına daha rahat davam edə biləcəksən. Və mənim bugünkü bu videonu çəkməyimə səbəb olan həmin videoya təşəkkür etmək istəyirəm ki, bir günümü alsa belə mənə çox böyük bir şeyləri xatırlatdı və yenidən bir şey öyrətdi mənə. Və mən videonu yayınlamadan öncə, blog yazısını görmədən öncə çox maraqlı haldır ki, yuxumda bu görünmək
arzusu ilə bağlı, insanların gözü qarşısına çıxmaqla bağlı qəribə bir qorxumu gördüm yuxuda. Nə zaman ki, psixikamla daha çox işləyirəm, onun üstünə gedirəm, hər zaman bir qorxumu görürəm, hər zaman şuuraltı bir inancımı görürəm ki, hə, afərin, sənin görünməklə bağlı müəyyən qorxuların var, bunlardır. Bunları görəndən sonra yuxuda ayıldım və qorxu içərisində ayıldım ki, mənim belə bir inancım ola bilməz, mənim sistemimdə belə bir duyğu ola bilməz və təbii ki, yuxunun mənə göstərdiyi, verdiyi mesajdan sonra blok yazısını görəndə həyatın mənə vermək istədiyi mesajı daha dərindən bir daha almış oldum. Ümid edirəm ki, siz də həyatın sizə verdiyi bu mesajları alarsınız və əməklərinizin boşa getməsinin sizə gətirəcəyi o ən böyük hədiyyəni, heçliyin qarşısında duran o ən böyük hədiyyəni hər zaman görmüş və onu əldə etmiş olarsınız. Hər birinizə uğurlar.